Hamıya salamlar. Bu mənim birinci Microsoft Word dərsimdir. Bu dərsdə Word-ə giriş anlatıcı. Microsoft Word 2013-dən istifadə edəcəyik. Hər hansı bir Word faylı açmaq üçün biz birinci yoldan istifadə edə bilərik. Mənim hər zaman istifadə etdiyim və düşünürəm ən rahat yol. Ekranın sağ düyməni basmaqla və Microsoft Word dokumenti seçməklə açırıq. Ad verdikdən sonra daxil oluruq. Və Word-ün sol yuxarı hissəsində, pəncərənin sol yuxarı hissəsində Word düyməsi var. Hansı ki bu istifadə edəcəyimiz Word pəncərəsini bağlamaq üçün, minimallaşdırmaq üçün və yaxud da maksimallaşdırmaq üçün istifadə olunur. Bu Word düyməsində istifadə edəcəyimiz bütün düymələr sağ tərəfdə bağlama, pəncərəni kiçiltmə, minimallaşdırma düymələri eyni də alternativdir bu düymələrə. Və Word düyməsindən sağda bizdə Quick Access var, ingiliscə belə gedir, yəni tez istifadə edəcəyimiz lent deyək, bar lent kimi tərcümə edə bilərik. Burada istədiyimiz, hazırladığımız faylı yadda saxlaya bilərik, geri dönmə və yeniləyə bilərik. Eyni zamanda bura mən əlavə eləmişəm, print etməmişdən əvvəl baxış, sənədə baxış və sonra sağda aşağı ox var, onu oxu basdıqdan sonra burada istədiyimiz funksiyanı biz bu lentə əlavə eləyə bilərik. Misal mail dedik. Onu qeyri-aktiv edirik və s. Sağ tərəfdə qapama, kiçiltmə və minimallaşdırma düymələri, eyni zamanda yuxarı istiqamətlənmiş ox var, Robin Display Options, yəni bu hissəni, yəni bu lent deyək, alətlər paneli, alətlər lenti deyə bilərik. Bunu müxtəlif görünüşlü formaya salır. Biz hazırda tam versiyadır. Sonra show tab desək, sadəcə başlıqlarını göstərəcək. Auto Hide Robin desək, heç bir şey göstərməyəcək bizdə. Normalda Word açarkən show tab and commands, yəni tam versiyada göstərir. Aşağı hissədə bizdə durum lenti var. Durum çubuğu da deyə bilərik. Status bar deyilir. Burada faylın səhifəsinin səhifədən ibarət olduğunu, Word istifadə olduğu söz sayını, sonra burada qrammatik səhvləri düzəltmək üçün biz dil seçə bilərik, hal-hazırda ingiliscədir. Text qalınlığında bütün page və s. burada versiyaları seçə bilərik. Səhifənin sağ, yuxarı və sol hissəsində xəttkeş var, hansı ki biz bunu view alətlər panelində view seçərək burada ruler bas, burada hal-hazırda bizdə işarələnmişdi, onu işarəni götürdük, yəni aktiv qeyri-aktiv elədik, artıq xəttkeş görünmür. Yenə aktivləşdirdim, xəttkeş göründü, yəni əlavə edə bilərik.